Rəki xanım, ali məktəblərə qəbul imtahanı zamanı yəqin ki, sizin üçün də yad deyil ki, şagirdin biliyi ilə yanaşı bir qədər psixoloji hazırlığı da sanki ölçülür. Çünki bir qədər öncə siz vurğuladığınız şagirdlərin sualı oxuyub anlamaq bacarığından söhbət getdi. Bəzi zamanlar abituriyentlər sanki psixoloji hazır olmurlar bu imtahana. Bunun üçün nələr olmur? Dövlət İmtahan Mərkəzi əvvəldən sınaq imtahanları təşkil edirdi. Son dövrlər nələr var? Bunu eşitmək istərdik. Biz sınaq imtahanları indi də təşkil edirik. Misal üçün, bu il bizdə ikinci mərhələnin sınaq imtahanı var idi. Cəmi 5000 adam yazılmışdır. 100 bin abituriyent var, 5000 adam yazılmışdır. Burada biz daha da çox keçirsək, yenə də görürük ki, bu sınaq imtahanlarına yazılanların sayı azdır deyə biz bu real imtahanlar keçirmirik. Amma məsələ ondadır ki, stres imtahanla əlaqədar olan stresi biz yaratmırıq və imtahan yaratmır. Valideynlərin, ailənin, cəmiyyətin, müəllimlərin gözləntisi daha çox şagirdlərə təsir göstərir. Bundan əvvəl mən sizə söyləmişdim, biz apardığımız o anonim sorğunun nəticələri. Orada demək olar ki, 60%-dən çox sorğuda iştirak edənlər qeyd etmişdir ki, onlarda stresi yaradır valideynlərin gözləntisi. Valideynlər çox şey gözləyirlər öz uşaqlarından. Həmin o uşaq bacardığından da daha artıq nəticə gözləyirlər. Bax, bu stres yaradır. Və ümumiyyətlə, mən onu da qeyd edeyim ki, hər bir imtahan stresdir. Hər bir imtahan, hər bir yeni bir hansısa situasiya, o da stresdir. Və biz həmin stresin dərəcəsini ölçmürük. Biz istəyirik ki, imtahanda hamı üçün eyni şərait yaradaq və bizim imtahan, o zaman ki, şagirdə onun kitabçası verilir, o heç kimdən asılı deyil, özü oxuyub, özü cavablandırır, özünü idarə etməyi bacarmalıdır, öz vaxtını düzgün bölməyi bacarmalıdır. Və ona heç kim gözünə baxıb, başının üstündə durub, nəsə bir təzyiq göstərə bilməz. Bu, daha stressiz imtahandır, nəinki kiminsə qabağında oturub və onun qərəzli suallarına cavab vermək. Bu da stresdir də, belə imtahanlar da stresdir. Amma ümumiyyətlə, hər bir zaman kimsə sizin fəaliyyətinizi qiymətləndirir, yoxsa kimsə siz kimlənsə bir ilk görüşə gedirsiniz, hər insan üçün stresdir və bu stresi idarə etmək insanın hansısa bir bacarığı olmalıdır və bunu Dövlət İmtahan Mərkəzi formalaşdıra bilməz. Bunu məktəbdə, bunu valideynlər öz düzgün yanaşmasıyla, çünki bu uşaq dünyaya gəlib ona görə yox ki, mütləq ali məktəbə qəbul olmalıdır, yoxsa qəbul olunmasa siz onu öz uşağınız kimi qəbul etmirsiniz. Bu belə deyil axı. Bu stresi valideyn öz münasibətindən uşaqlarda formalaşdırır. Təəssüflər olsun ki, biz bunu müşahidə edirik. Biz yenə də bununla əlaqədar valideynlərə də müraciət edirik. Mən həmin o açıq qapı günlərini nə üçün hər ay keçirirəm? Ki, gəlsinlər, görsünlər, suallarını versinlər və gəlirlər. Amma gözlədiyimizdən çox az gəlirlər. 150 nəfərlik zaldır. Heç bir görüşdə də mən görməmişəm ki, 150 nəfər gəlsin, öz stresini öz üstündən atmaq üçün gəlsin bizə açıq sualını versin. Çox az adam gəlir.